Gecə ev süpürmək olmaz. Bu cümləni demək olar ki, hamımız uşaqlıqdan eşitmişik. Bəzən valideynlərdən, bəzən nənə-babalardan. Amma sual budur. Bu fikir haradan yaranıb? Və daha önəmlisi, bunun həqiqətən elmi əsası varmı? Bu videoda biz məşhur bir mifin tarixinə, psixoloji səbəblərinə və elmin bu mövzuya nə dediyinə nəzər yetirəcəyik. Mistik inancların rolu. Qaranlıq tarix boyu insanlarda qorxu yaradıb. Görünməyən şeylər şüuraltı olaraq təhlükə kimi qəbul edilib. Bir çox mədəniyyətdə gecə, ruhlar, görünməyən varlıqlar və mistik hadisələrlə əlaqələndirilib. Süpürmək isə səssiz hərəkət olduğu üçün ruhları narahat etmək kimi yazılıb. Bəzi mənbələrdə isə gecə evi süpürməyin evin bərəkətini qaçırdığı mənasına gəldiyi deyilir. Beləliklə, sadə bir məişət qaydası mistik bir inanca çevrilib. Bəs bu mifin tarixi mənşəyi necədir? Bu mifin kökü çox qədim dövrlərə gedib çıxır. Elektrik enerjisi olmayan zamanlarda gecə evlər tam qaranlıq olurdu. İnsanlar əllərində sadə işıq mənbələri ilə ev işləri görürdülər. Süpürmək isə xüsusilə riskli idi. Çünki qaranlıqda insanlar nəyi süpürdüklərini görə bilmirdilər. Pul, qida və ya vacib əşyalar süpürgə ilə birlikdə çölə atıla bilərdi. Zamanla bu praktik təhlükə inanclara çevrildi. İnsanlar səbəbini unutdu. Amma qadağa yaddaşda qaldı. Bəs psixologiya nə deyir? Psixologiyada belə bir anlayış var. Kollektiv davranış stereotipləri. Bu o deməkdir ki, bir davranış uzun müddət təkrarlandıqda və ötürüldükdə sorğulanmadan qəbul edilir. Valideynlər uşaqları qorumaq üçün sadə, qısa qaydalar deyir. Etmə, olmaz, pisdir. Uşaq böyüyür, amma səbəbi soruşmur və bu mif nəsildən nəslə ötürülür. Elmi baxış, həqiqət nədir? Elm bu məsələyə çox aydın cavab verir. Gecə ev süpürməyin sağlamlığa birbaşa zərəri yoxdur. Saatın gecə və ya gündüz olmasının tozun kimyəvi tərkibinə heç bir təsiri yoxdur. Yeganə real məsələ tozdur. Quru süpürmə zamanı toz qalxır və bu allergiyası olan insanlar üçün narahatlıq yarada bilər. Amma bu risk saatdan yox, üsuldan asılıdır. Elmi tövsiyə odur ki, əgər ev süpürəcəksinizsə, nəm parça istifadə edin və ya filtrli tozsoranlar seçin. Bu zaman günün saatından asılı olmayaraq heç bir problem yaranmaz. Yəni bu problem gecə deyil. Problem gecə süpürməyimizdədir. Dünyada bunun kimi çoxlu oxşar miflər var. Bu tip inanclar təkcə bizdə yoxdur. Yaponiyada gecə dırnaq kəsməyin uğursuzluq gətirdiyinə inanırlar. Çində gecə fit salmaq pis ruhları çağırdığı deyilir. Avropada güclü sındırmaq bədbəxtlik əlaməti sayılır. Bu miflərin hamısının ortaq cəhəti var. Qaranlıq, qorxu və nəzarət ehtiyacı. Nəticə etibarilə gecə ev süpürmək olmaz fikri elmi cəhətdən doğru deyil. Amma bu mif tarixi şəraitdən, psixoloji qorxulardan və mədəni yaddaşdan doğub. Ona görə də bu gün də yaşayır. Bəzi miflər doğru olmasa da, onların arxasında maraqlı tarix yatır. Əgər bu tip miflərin haradan gəldiyi və nə qədər doğru olduğu maraqlıdırsa, kanala abunə olun. Şərhlərdə yazın. Uşaqlıqdan eşitdiyiniz, amma səbəbini heç vaxt bilmədiyiniz hansı mif var?
Növbəti videoda onu da araşdıraq.